Birinci hissədən sonra düşünürdüm ki, artıq yorulmuşam, amma ikinci hissədə məşqçilərimin göstərdiyi, verdiyi tövsiyələrdən sonra bəli, ikinci hissə daha da artırdım və gördüm ki, qələbə salmalı və qələbə qazandım. Üçüncü dəfədir qarşılaşırdım bu rəqiblə, bir dəfə o qalib gəlmişdi, bir dəfə mən. Bu üçüncü görüşümüz idi, revanş maçı idi bu və o idmançı da mənə qarşı çox əzmkar idi və mən ürəkdən istəyirdim ki, o idmançıya qalib gələm. İnşallah qalib gəldim və onu sübut elədim ki, bu il 2014-cü ilin güclüsü mənəm.